Ural qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə hazırlıq iclası yekunlaşıb və proses baxışa təyin edilib. Bu barədə qərar bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramilla Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Baş redaktorun vəkili Elçin Sadıqovun məhkəmə prosesində foto və video çəkilişlərin aparılması, Əvəz Zeynallının mobil telefonundan saxta mesajların göndərilməsinin araşdırılması, Əvəz Zeynallı ilə görüşə imkan vermədiyi üçün Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov barəsində xüsusi qərarda çıxarılması ilə bağlı vəsadət verib. Lakin həmin vəsadətlər təmin edilməyib. Məhkəmə prosesi mayın 31-i saat 10-da davam edəcək. Qeyd edək ki, prosesdə çoxlu sayda yerli və xarici jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib. Prosesin sonunda məhkəmə işçilərinin kobud rəftarına etiraz edən proses iştirakçıları ilə qarşı tərəf arasında insident yaranıb. Həmçinin məhkəmə işçiləri reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu əməkdaşının fotoaparatını zədələyiblər. Demək istəyirəm ki, məhkəmə prokurorun dövlət ittihamçısının dediyi kimi qərar çıxartdı və görünür ki, burada məhkəmə dövlət ittihamçısının dediyi ilə oturub durur və qərarlarını dövlət ittihamçısının istəyinə uyğun çıxardır və bu da təbii ki, qanunsuz bir haldır. Biz yenidən bu vəsadətlərimizi qaldıracaq və öz haqqımızı müdafiə edəcəyik. Xatırladaq ki, YAP Siyasi Şurasının üzvü deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 külli miqdarda rüşvət alma və 311.3.4-cü hədə-qorxu tətbiq olunmaqla rüşvət alma maddələri ilə cinayət işi başlanıb. 2011-ci il oktyabrın 28-də Nəsimi rayon məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-sində baş redaktorun həbs müddəti 3 ay, 2012-ci il aprelin 12-sində isə 1 ay müddətinə uzadılıb.